Bismillahirrahmanirrahim. Hörmətli müminlər, bu çəkilişi etməkdə məqsədimiz dəst namazın kamil şəkildə insanlara çatdırmaqdır. Yəni, dəst namazın alınma qaydasını kamil şəkildə insanlara çatdırmaqdır. Bildiyimiz kimi dəst namaz namazın müqəddimatlarındandır. Əgər dəst namaz düzgün olmasa, düzgün alınmasa namaz da batil olur. Fikrimizdə belə bir hökm, yəni fikrimizdə belə bir qayda var ki, bir insan bir ömür dəst namazı düzgün almayan, bir neçə il düzgün almayan dəst namaz və sonradan dəst namazın düzgün almamağın belə gərək o qıldığı namazları təzəliyə. O da bu mövzu çox, belə deyək, vacibi mövzulardandır, önəmli mövzulardandır ki, biz də inşallah çalışırıq ki, dəst namazın alınma qaydasını əyani şəkildə sizə çatdırar inşallah. Bismillahirrahmanirrahim. Deməli, niyyəti dildə eləmək, yəni dildə iqrar eləmək, təkrarlamaq, dildə demək şərt deyil. Elə qəlbən də insan niyyət eləsə ki, namaz üçün dəst namaz alıram, qurbətən illallah, bu kifayət, yəni Allah rizası üçün aldığın niyyət eləsə, qəlbən insan niyyəti bu olsa, bu kifayətdir. Yəni dildə demək şərt deyil. Əllər biləyə qədər yuyulur. Bunu da nəzərinizə çatdıraq ki, bu dəst namazın hissəsindən deyil. Biləyə qədər yuyulanda birinci üz yuyulur yuxarıdan aşağı. Yəni bizim fikrimizdə aşağıdan yuxarı dəst namaz üzvləri yuyanda aşağıdan yuxarı bilərəklər bir insan ələ hərəkət versə, dəst namaz batildir. Əlbəttə ki, bizim digər əqidədə olan qardaşlarımızın fikrinə də hörmətimiz var, amma bu bizim fikrimizdədir. Yuxarıdan aşağıda yuyulmalıdır. Bu bir dəfə özü də baş barmaqla orta barmaq qədəri üzrünə. 1, 2, bir dəfə yumaq vacibdir, 2 dəfə yumaq müstəhəbdir, 3-cü dəfə haramdır. 2, sonra sol əlindən götürüb sağ əlini, yəni kişilərdə müstəhəbdir dirsəyin üstünə tökülsün, xanımlarda həmən bu yerə tökülsün. Bu tökülür, bu tökülür. Yəni, bilər insanlar düşünür ki, əli biləyə qədər yuyulur, dirsəkdən aşağı, yəni dirsəkdən biraz yuxarı yuyub, dirsəyin tam yuyulmağına əmin olmalıdır. Dirsəkdən aşağı yuyub, biləyə qədər yuymağına kifayətlənsinlər. Çünki elə düşünərlər ki, daha biləyə qədər əl yuyulub, buraya qədər yuymaq kifayətdir. Xeyr, bu düzgün deyil. Gərək tam yuxarıdan, yəni dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır. Əgər barmaqda üzük varsa, üzüyün altına su daxil olmursa, gərək üzüyü çıxarılsın. Bu cürlə 1, 2 dəfə, ikinci dəfə, yenə yuxarıdan aşağı, bu cürlə yumaq olmaz. Çox halda rastlaşır, çox vaxtlar bu cürlə hərəkət elətdirirlər, yollar əlin olmaz. Gərək aşağıdan yuxarı hərəkət verməyəsən hələ. Yuxarıdan aşağı, barmaqların ucuna qədər. Ehtiyata görə sol əl bir dəfə yuyulmalıdır. Belə. Əfsuslar olsun, insanlar bu yerdə həmən dediyim halda görürsən, bəzi dəst namazlarını bilmədən batil edirlər. Bir dəfə yuyurlar bu cürlə, ikinci dəfə də bu cürlə suyu töküb yuyurlar. Üçüncü dəfə götürüb krantı bağlayıb başa məhz çəkirlər. Bu, artıq üçüncü dəfə başqa yerdən, çünki bu krantın üstündə su var, başqa yerdən su var burada. Suyu götürürsən, o su ilə, başqa yerin suyu ilə məhz alırsan, bu batildir. Ya, bu cür eləmək yaxşıdır ki, bu cür eləsən. Birinci dəfə yuyanda suyu ovuca götürüb krantı bağlayasan, suyu belə tükəsən, yuyasan. Bu cürlə. Sonra, başa məhz çəkirsən, ta tük bitən yerə qədər. Bu cür nə olmaz? Gətirib alına çatdırırlar, xeyr, olmaz. Buradan məhz çəkib, ta tük bitən yerə qədər. Sonra
sağ ayağa məs çəkirsən, tam barmaqları var, 4 barmaqla da buraya qədər. Bəzən rastlaşırıq, insanlar əlini tutub belə bu cür hərəkət verirlər ayağa, bu batildir. Azacıq ayağın tərpənmənin eybi yoxdur, amma gərək ayağı hərəkət qabağa verməyəsən, əli ayağın üstünə məs çəkirsən. Sola, sağ ayağı məs edəndən sonra sol ayağa məs edirsən. Bu halla da rastlaşırıq. İnsanlar dəstəmaz alıb sol əli yuyandan sonra hələ məs etməmişdən qabaq bir neçə addım qabağa gedirlər, belə deyək, dəstəmaz aldığı yeri tərk edib bir neçə addım gedirlər. Fikrimizdə elə bir şey yoxdur ki, 5 addım, 10 addımdan artıq getmək olmaz. Bu qayda yoxdur, yəni dəqiq bir, belə deyək, miqdar bir vaxt deyilmir. Amma müvalat var dəstəmazda, müvalat pozulmamalıdır. İndi bir insan burada dəstəmaz alıb bir neçə addım gedəndən sonra ürfdə əgər deyilsə, yəni kənarda olan insanlar deyilsə, bu artıq dəstəmaz olmadı. Sən nə qədər addım getdin, neçə addım getdin, bu artıq o müvalat aradan getdi. Bu deyilsə, dəstəmaz batildir. Ola bilər bəzən insanlar sol əli axırda yuyanda bu cürlə əlinə hərəkət edə, yəni müvalat pozulmadan bir neçə addım gedib sonra başa məs çəkib və ayaqlarına məs çəkirlər. Bu hal düzdür. Amma tam burada məs edib bir neçə addım gedəsən, sonradan gedib məs edəsən, yəni ürfdə deyilsə ki, artıq müvalat aradan getdi, dəstəmaz batildir. Bu dediyimiz hökmlər, fətvalar, yəni Ağay Sistaninin risaləsində əsasən Ağay Sistaninin nəzəridir. Siz əzizlərə çatdırırıq. İndi istəyirik ki, dəstəmazı tam kamil şəkildə alaq. Siz əzizlər də bundan dəqiq faydalanasınız. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.